Bugün maariflərinizi Instagram səhifəmizdə yeni bir, maraqlı bir pasiyent haqqında məlumat verəcəm. Çünki xəstəlik tarixçəsi haqqında istər özü məlumat versin. Sizə nə qədər vaxt buna açıqlıq olur? Təxminən 3-4 ay. 3-4 aydır sizdə bu şikayətlər var. Hansı şikayətlərdir sizdə? Hasıldır, təngəli xəstəlik. Əzələ sümüyə ağrıları. Bir də sürətli çəkilsin. Elə nə qədər çəkil bitirmişdiniz? Təxminən 10-13 kilo arası. 10-13 kilo. Yəni xəstənin ilkin əlaməti çəki hissisidir, yəni arıqlanma olmuşdur. Amma siz bir araşdırmadınız da ki, niyə görə çəkilisi olur? Başqa bir səbəbdən. Yəni işimlə bağlı, istəyinə əlaqəli düşündüm ki, havaların isti keçməsi, yay vaxtlar işlədim. O vaxtda daha çox artıladığım üçün düşündüm ki, yəni işlə bağlı. İşlə bağlı arıqlansınız. Amma sonra başladı ürək əlamətlər, yəni ürək döyünmə, ürək çıxması. Gecələr narahat olurdu. Yuxu nədir? Yuxusuzluq da var. Və sinir sistemində əsəbilik, gərginlik artdı, yəni bu əlamətlərlə yanaşı. Əsəbilik, gərginlik və yuxu pozunluğu, əzələ sümüyə ağrısı, əsasən bazı əzələrin aşağı ətraflarda ağrılar olmuş. Yəni bu saydığımız əlamətlərin hamısı zəhərli zoğal xarakterik əlamətlərdir. Və xəstə ultrasəs müayinəsində keçirik. Ultrasəs müayinəsi zamanında qalxanmalı, yaxınlaşın burada seçir. Yəni qalxanmalı vəzin ilavəsi tiroidit görüntüsü müəyyən olundu. Həmçinin vaskulizasiyanın artması qeyd olundu və xəstəmizin qan analizlərində isə hormonlar, yəni qalxanmalı vəzin hormonları həddən artıq yüksək olması. Yəni normalda referans 4.4-ə qədər olmalıdır, amma pasientdə həb ilavəsi 27-dir. Yəni 5-6 dəfədən çox artıb. T4 hormonu da yəni 1.7-yə qədər normaldır. Burada da isə 7-dir, bu da artıq, yəni 4 dəfəyə qədər artır. Və biz indi ilkin olaraq burada yəni müalicə seçilir. Müalicə heterostatiyalarla başlandı. Heterostatiyaların müalicəsində dərman dozasının seçilməsi bir daha vasitə T4-ün neçə dəfə artmasına bağlıdır. Və indi xəstənin şikayətlərini nəzərə alaraq biz müalicə başlayacağıq. Çünki həmin xəstədə takikardiya olduğu üçün beta-blokator var. Yəni nəbzi aşağı salan dərmanlarla diqqət edilməli ki, xəstədə bu şikayətlər aradan götürülsün və ilk kurs müalicə bir ay müalicə təyin olunur. Bir aydan sonra təkrar bu hormonlara baxılır. Amma verdiyiniz dərmanların əlavə təsiri ola bilər deyə o haqda indi pasiyentə məlumat verəsiniz ki, yəni içilən dərmanın bəzi əlavə təsiri ola bilər. Əgər bu əlamətlər olarsa, bilavasitə həkimə müraciət etsin. Allah xəstənizə şifa versin, Allah kömək etsin sizə.